sağlığında yoxlamasın. Bəli, onlar biz hamısını sağlıqlarında yoxlamalıyıq. Allah onların yaxınlarına səbir versin. Çünki qanunsuz həbs olunan adamın özündən daha çox onun yaxınları o həbsxananı çəkirlər. Qanunsuz həbs olunandan söhbət gedir. Çünki adam qanuna həbs olunanda psixoloji olaraq onun ailəsi də, həyat yoldaşı da, valaları da, qohumları da ona hazır olur. Deyək ki, adam oğurluq eləyib ya xuliqanlıq eləyib, nəsə quldurluq eləyib, nəsə eləyibdir. Sübut olunur, qohumlar da əvvəldən bilirlər ki, bu adamın eləyibdir və demək cəzalanmalıdır. Onlar özünü ona hazırlayırlar. Ondan qətiyyən narahat olmurlar, inanın mənə. Amma jurnalistdir, siyasətçilərdir. Onlar gözləmirlər axı həbs olunacaqlarını. Onlar birdən-birə şərlənib həbs olunanda, belə deyək də, onlar qəfləti yaxalanır. Özləri də, yaxınları da, ailə üzvləri də, dostları da və insanlar çox dəhşətli mənəvi əziyyət çəkirlər, əzab çəkirlər. Bu insanların psixologiyasında sağlamaz izlər qoyur, uşaqlarının, həyat yoldaşının, valideynlərinin xüsusilə. Nə qədər çətindir o adamların həyat çox çətindir. Biz millət olaraq onlara ən azı mənəvi dəstək verməliyik. Hər gün həbsdə olan bizim jurnalist qızlarımızı, istər Abras Media olsun, istər Meydan TV olsun, istər başqa kanalların əməkdaşları, onlara biz mütləq dəstək verməliyik dostlar. Ola bilməlidir ki, Azərbaycan xalqı onları unutmur. Onları yaddan çıxartmır, onların qədrini bilir. Hətta yaxşı olar ki, 200-300 belə məhəllə uşaqları bir araya gəlin, bir 2-3 baş belə bağlama, nə bilim, quru peçenyedir, quru yeməklər, suxarıdır, belə də pendir, qoğurulmuş ət deləsə daha yoxşura 1 kilo. Onu hərdən bir gedəsiniz, məsələn, bizim bu həbsdə olan jurnalistlərin yanına. Mən 3 dəfə həbsdə oldum, üst-üstə. Hardasa 9 ilə qədər içəridə oturdum. Və bu müddət ərzində dostlar, mənim yanıma xeyli adam gəldi, getdi. Müxtəlif adamlar, xüsusilə Salyan cəmaatına burada mən xüsusi minnətdarlığımı bildirirəm. Mən Xələt Cəzəmə müəssisəsində 5 sayılda olanda Salyandakı dostlarım, inanın mənə elə münasibət göstərdilər ki, mən şəxsən öz yaxın qohumlarımdan, ailə üzvlərimdən o münasibəti görməmişdim. İmkanları da yox idi. Amma Salyan cəmaatı demək olar ki, 2 gündən bir, bəzən elə o da həftənin günlərində orada bizə yemək daşıyırdılar. Onların da mətbəxi çox zəngindir. Amma bütün bu illər ərzində mənim yanıma gətirilən sovqatların arasında 2 sovqat mənim üçün çox dəyərli idi. Olduqca dəyərli idi. Bunun biri vaxtilə Sabirabadda əleyhinə məhkəmə işi apardığım, əleyhinə adam öldürmüşdülər. Mən də zərər çəkmişəm, vəkil idim. Adamın qardaşının, Sabirabad cəmaatı bilir söhbət kimdən gedir. Qardaşım mənim yanıma Bay həbsxanasında 90-cı ildə gətirdiyi sovqat idi. Tahir bəy idi gətirən adamın adı. İkinci və daha doğrusu ən birincisi dəyərinə görə Xalid Bahadır və Yadigar Türkelin mən 3-cü dəfə həbs olunanda təzyiqxanaya, Kürdəxana təzyiqxanasına mənim yanıma o gəldikləri, mənə gətirdikləri sovqat idi. Nə Xalid Bahadırla qohumluğum var, nə Yadigar Türkellə. Allah rəhmət eləsin, Yadigar bəy deyəsən dünyasını dəyişib. Amma 2 ziyalı, onlar bilirsiniz ki, əməkdaşları ilə Xalid Bahadır jurnalistə yazdığı məqalələrlə ailəsini dolandırır. Yadigar bəy də elmi işçi idi, onu da bu vaxt təqib elədilər. Elmlər Akademiyasının fəlsəfə və hüquq institutunda çalışırdı deyəsən. Onu da oradan işdən çıxartdılar, gözüm çıxdıya saldılar, neynədilər.
İki ziyalı yığışıb əməklərindən kəsib bir şey düzəldib mənim yanıma həbsxana belə deyə sovqat gətirmişdilər. Mənim üçün ən dəyərli sovqat buydu dostlar. Yəni iki ziyalı ən az Azərbaycanda öz mənəvi borclarını vaxtında dərk edib başa düşmüşdülər və niyyətlərini belə bir rozə verdilər ki, bizim əlimizdən bu gəlir. Mən bir daha buradan Xalid Bahadıra təşəkkür bildirirəm. Yadigar Türkiyədə Allah qani rəhmət eləsin. Ruhu şad olsun. Mən belə eşitmişəm ki, dünyasını dəyişib. Bilən varsa, haqqında məlumat olan varsa, bura yazsanız yaxşı ola bilərik. Söhbət nədən gedir? Bizim cəmiyyətimizin çox böyük bir problemi var. Mən illərdir çalışıram ki, bu problemin aradan qaldırılması istiqamətində əlimdən gələn eləyim sizlə bir yerdə. Yəni, cəmiyyətdə o sosial yardımlaşma, mənəvi borc, müəyyən o dəyərlər, milli dəyərlər ki var, onları istəyirik oyadaq, təzən oturuşduraq və xalqın yaddaşına salaq ki, sənin babaların özlərini belə aparıblar. Sənin uğrunda döyüşən insanlara sahib çıxıblar. Sən də onlara sahib çıxmalısın. Necə bacarırsan, fərqi yoxdur. Necə bacarırsan, hətta küçədə, bazarda görəndə xüsusi bir salam verib, təzim eləməyin özü belə dəyər verməkdir dostlar. Dəyərləndirməkdir adamın sənin üçün əziz olmasını, sənin üçün dəyərli olmasını qeyd eləməyin bir yolu, xüsusi bir salam verməkdir adama. Və o xüsusi yolu saxlamaqdır. Toyda, yasda, bizdə çox təəssüf ki, Heydərizm milli əxlaqımızı pozubdur. Toylarda, yaslarda, cəmiyyətdə daha çox rüşvətxor, korrupsioner, ələyir adamlar məqam sahibidirlər, hörmət sahibidirlər. Müəllimlər yox, həkimlər yox, məhz ələyirlər. Millətin sağlamlığı keşiyinə qalan, deyirəm, həkimlər yox. Millət doğan, onu tərbiyə eləyən, Afrika xalqları atalar sözüdür, deyir, insanı qadın doğur, amma millətlərin müəllimlər. Müəllimlərin hörməti yoxdur Azərbaycanda və bu dövlət siyasətidir. Azərbaycan hakimiyyəti, Heydərizm bunu qəsdən elədi Azərbaycanda. Niyə? Çünki bir milləti məhv eləməyin yollarından biri də millətin nümunə götürə biləcəyi adamları gözdən salmaqdır, onun haqqında 1000 dənə şayə yaymaqdır. Validə xanım o gün parlamentdə deyəsən danışanda, bizim efirdə deyəsən danışanda, çıxışında dedi, bizə deyirdilər ki, Qurban TTK xanım polkovnikidir. Hətta biri demişdi, generaldır, nə idi. Sonra biri deyirdi, nə bilim, Qurban gedib, yalan deyirdi, Londonda deyil, Gəncədə gedib, Çolun dalında, nə bilim, adamlara qazışdı, ağızlarına gələn yalanı uydurub yayırdılar. Biz belə şeylərin cəmiyyətimizdə yayılmasına imkan verməməliyik. Balalarımızı, yaş nəsli tamamilə başqa ruhda tərbiyə eləməliyik. Məsələn, sizin ekranda görürsünüz Namizəd Səfərov. Namizəd Səfərov əziz vətənlər 70 yaşında həbs olundu. Namizəd Səfərov Azərbaycanda barmaqla sayılası təhdük hüquqşünaslardandır ki, sinəsini verib qabağa çıxıb ortalığa xalqın sözünü deyir. Özdə həmişə belə olub, istənilən hakimiyyətin dövründə, hətta Elçibənin vaxtında da o tənqidindən qalmazdı, harada haqsızlıq görürdü, sözünü deyirdi. Bu hakimiyyətin dövründə də nəyə görə Namizəd Səfərov belə onun gödazına gəldi? Qəzəbinə tuş oldu. Xalq parlamenti ilə bağlı Namizəd Səfərovun tutduğu obyektiv mövqeyə görə hakimiyyət uzun müddət parlamenti dağıtmağa, partiyalamaq istiqamətində çalışır, gecə gündüz özünü öldürür. Kimsə zadmır, bacarmır. Ona görə də buna mane olan adamları həbs edir. Namizəd Səfərov görün neçə ayda həbsdədir. Çox təəssüf ki, çox təəssüf. Vəkilləri lazım olan informasiyanı yaymırlar. Özünün də görünür, imkanı yoxdur, əlaqə saxlasın, çıxışa eləsin, zəng eləsin, danışsın. Aldığım məlumata görə səhhəti normaldır, o mənəvi durumu, emosional vəziyyəti normaldır. Hakimiyyət onu girov götürüb sadəcə olaraq.
Onun üzerine qoyulan adamı o şəxsən heç bir təması olmayıb. Yəni pul alış-veriş olsun veya qətiyyən başqa bir adam onu gətirib, demişdim keçən dəfə. Bir tanıdığı bir adam bir nəfəri gətirib onun yanına ki, bəs bunun bir problemi var, məsləhət verib ona, kömək edir. O da dinləyib, sözünü deyib çıx gedib. Gedəndə yolda o biri dələduz kimisindən pul alıb. Ya verəcəm namizədə, nə edəcəm? Belə bir oyun qurulub. Mənim heç bir şübhəm yoxdur ki, hətta özünü namizəd bəyə dost kimi sıryan o adam da hakimiyyət tərəfindən idarə olunub. Əvvəlcədən bu şey planlaşdırılıb, düzüb qoşulub. Belə deyək də, xalq dilində namizəd bəyə torba tikiblər. Amma bu hakimiyyətin torbaları gec-tez öz başlarından inşallah keçər. Namizəd bəy də tezliklə öz azadlığına qovuşar inşallah.